Bismillahirrahmanirrahim. Mövzumuz İmam Hüseyn əleyhissalamla düşmənçilik barəsində olacaq. Çox təəssüf olsun ki, bugün bizim cəmiyyətimizdə elə insanlar var ki, haqqın, ədalətin yolunda canını, malını, ailəsini qurban verən İmam Hüseyn əleyhissalamla düşmənçilik edirlər. Özdə bəzən elə düşmənçilik edirlər ki, İmam Hüseyn əleyhissalamla bağlı nə varsa, bayraq belə olsa, məclis belə olsa, hər şeyə qarşı həm nifrət oyadırlar, həm də qadağa qoyurlar. Birinci əvvəldə bunu deyək. İmam Hüseyn əleyhissalam da əhl-i beytdəndir. Ümumiyyətlə bizim dinimizdə ən böyük günahlardan biri Peyğəmbərin əhl-i beyti ilə düşmənçilik etməkdir. Allahın salamı olsun onlara. Necə araq içmək günah deyil, zina etmək böyük günah deyil, o cümlədən də ən böyük günahlardan biri əhl-i beytlə düşmənçilik etməkdir. Allah uzaq eləsin. Və Qur'an-ı Kərimdə Peyğəmbər əhl-i beytin kəlamında əhl-i beytin sevgisinə əmr olunmuşuq. Peyğəmbər əhl-i beytin sevmək vacibdir. Necə ki, namaz qılmaq vacibdir, oruç tutmaq vacibdir, zəkat vermək vacibdir, əhl-i beyti sevmək də vacibdir. Və onlarla düşmənçilik də ən böyük günahlardan biri hesab olunur. Allah Teala bizləri əhl-i beyti sevənlərdən, onlara düşmən olmayanlardan qərar versin. Amma indi bizim bugünkü mövzumuz xüsusi olaraq İmam Hüseyn əleyhissalamla düşmənçilik barəsindədir. Mövzu o qədər əhəmiyyətlidir ki, o qədər mühümdür ki, İmam Hüseyn əleyhissalamın Aşura ziyarətnaməsində açıq-aşkar İmam Hüseynə sevgi və onun düşmənlərinə nifrət etməyimiz istənilmişdir. Vəliyyun limən valakum və aduvvun limən adakum. İmam Hüseyn əleyhissalam salam verəndən sonra, düşmənlərinə lənət göndərəndən sonra mövqeyini bildirirsən. Mən sizinlə dost olanla dostam, sizinlə düşmən olanla düşmənəm. Vəliyyun və aduvvun kəlməsi ilə açıq-aşkar mövqeyimizi bildirmək orada bizə tapşırılmışdır. Əlavə də Aşura ziyarətnaməsində bir neçə yerdə Peyğəmbərin əhl-i beytini sevmək və düşmənlə düşmən olmaq barəsində cümlələr vardır. Yaxşı, sual. Peyğəmbərin əhl-i beyti ilə əleyhissalam və xüsusilə mövzumuz İmam Hüseyn barəsindədir. İmam Hüseyn əleyhissalamın düşmənçiliyi necə olur? Aşura ziyarətnaməsində baxırıq. 1. Onları qətlə yetirmək. 2. Qatillərə kömək etmək, pul vermək, ox vermək, at vermək, kömək etmək. 3. Əhl-i beyti layiq olan məqamından kiçiltmək. 4. Əhl-i beytə ilk zülmü əsasını qoymaq. 5. O günlərdə bayram etmək, Aşuranı bayram etmək, həmin günü bərəkətli bir gün qərar vermək, o qatillərə beyət etmək, o qatilləri tərifləmək. Bugün zəmanəmizdə olanlar ki var, İmam Hüseynlə düşməndir, onlarla dost olmaq və ilaxır ta gəlin o vaxta qədər ki, bəzi hədislərə də baxdıqda ümumi, demək bunları yığmaq olar, bəzi yerlər konkret olaraq şəxsdən danışılır. Kim düşməndir? Adlar çəkilir Aşura ziyarətnaməsində. Yeziddən tutmuş ta Şimrə qədər. Adları çəkilir düşmənlərin. Yaxşı, İmam Hüseyn əleyhissalamdan daha başqa cürə düşmənçilik ola bilər. Baxırıq alimlərin buyurduqlarına, İmam Hüseyn əleyhissalamla düşmənçiliyin başqa növləri də ola bilər. Aşura ziyarətnaməsində qeyd olunanlardan əlavə. Məsələn, biri İmam Hüseynin məclisinə düşməndir. Harada İmam Hüseyn məclisi var, ona qarşı çıxır. İmam Hüseynin bayrağı ilə düşmən olmaq, İmam Hüseynin qara köynəyi ilə ya Hüseyn yazılan köynəklər düşmən olmaq, İmam Hüseynin adı ilə, uşaqlara niyə Hüseyn adı qoyursunuz əleyhissalam, İmam Hüseynin Kərbalası ilə düşmən olmaq, ziyarətə getməklə düşmən olmaq, ziyarətə gedənlərə düşmən olmaq, İmam Hüseyni sevənlərə düşmən olmaq. Qısa bunları diqqətinizə çatdırdım. Bütün bunların hamısı, hər bir şey ki bir növ İmam Hüseynə bağlıdırsa, İmam Hüseynlə bağlıdırsa ona düşmən olmaq, həqiqətdə kimə düşmən olmaqdır? İmam Hüseynə düşmən olmaqdır. Məsələn, baxın Azərbaycan xalqının hal-hazırda deyir ki, kim bizim bayrağımızı hörmətsizlik eləsə, dövlətimizə və xalqımıza hörmətsizlik eləsə. Bayraq nədir? Bayraq insandır. Xeyr, bir parçadır. Amma deyirik ki, kim bugün bir dövlətin, bir xalqın bayrağına hörmətsizlik eləsə, o dövlətə və o xalqa hörmətsizlik etmişdir. Bu belə qəbul olunur, qardaş. İndi İmam Hüseyn əleyhissalamda nə bağlılığı varsa, bir qara parça olsa belə, bir ələm, bayraq olsa belə, qara köynək olsa belə, məclisi, rozası, kim bunlarla düşməndirsə, həqiqətdə kimlə düşmənçilik eləyir? İmam Hüseyn əleyhissalamla düşmənçilik etmişdir. Başqa bir mövzu bunun barəsindədir ki, İmam Hüseyn əleyhissalamla düşmənçilik etmək nə qədər böyük günah hesab olunur? Bununla bağlı Qur'an və Peyğəmbər əhl-i beytindən əlimizdə nəsə bir mənbə varmı? Bəli.
Birinci başlayaq Qur'an-ı Kərimdən. Qur'an-ı Kərimə əsasən kim İmam Hüseyn əleyhissalamla düşmənçilik eləyirsə, Allahla və Peyğəmbərlə düşmənçilik eləyir. Kimlə? Birbaşa Allah və Peyğəmbərlə. Dəlil Şura surəsi 23-cü ayə. Allah Teala bu surədə belə buyurur. Qul la əsəlukum aleyhi əcra illəl məvaddətə fil qurba. Peyğəmbər de, çəkdiyim zəhmətlərin əvəzində, Peyğəmbərliyimin əvəzində, Peyğəmbərdən böyük şəxsiyyət yoxdur. Ondan çox zəhmət çəkən olmayıb. İslamı, dini, Qur'anı, bütün Peyğəmbərlərin Allahın salamı olsun onlara sonuncusu, bütün zəhmətləri xülasə edib bizə çatdırıb 23 ildə. 23 ildə namazımız, dinimiz bugün bir özünə müsəlman deyən namaz qılırsa, nə varsa, hamısında Peyğəmbərə borcludur. Bu Quran ayəsidir. Peyğəmbərə əvəzində nə vermək istəyirsən? De. La əsəlukum aleyhi əcra. Əcr, ücrət, muzd, qarşılıq bir şey istəmirəm. Nə istəyirəm? İlləl məvəddətə. Özü istisnadır. Yalnız və yalnız bir şey. İlləl məvəddətə fil qurba. Əhli beytimə, yaxınlarıma sevgi. Bu ayənin təfsirində biz ətraflı bu arada danışmışıq. Qardaşlar istəsə ona qulaq asa bilərlər. Peyğəmbərdən soruşurlar. Allahın salamı olsun ona və əhli beytinə. Qur'an-ı Kərimin Şura surəsi 23-cü ayədə məhəbbətinə əmr olunmuş şəxslər kimlərdir? Peyğəmbər buyurur. Əli, Fatimə, Həsən və Hüseyn əleyhumussalam. İmam Hüseyn o şəxslərdəndir ki, onu sevmək Quranın əmridir. Onu sevməyən Qurana qarşı çıxıb, Allaha qarşı çıxıb, Allah Taala'nın buyurduğu ayəyə qarşı çıxıb, onu sevməyən Peyğəmbərin muzdunu verməmişdir. Namaz qılsa da belə, oruç tutsa da belə, həccə getsə də, zəkat versə də, Quran ayəsidir. Peyğəmbər buyurub, Hüseyn məndəndir, mən də Hüseyndənəm. Peyğəmbər Hüseyndəndirsə, ondan onu ayırmaq olmazsa, Həzrət özü buyurursa, Allahın salamı olsun və əhli beytinə, kim İmam Hüseynlə düşmənçilik eləyirsə, həqiqətdə kim nə eləyir? Peyğəmbər nə etmişdir? Başqa bir hikmətli kəlamında Peyğəmbərimiz buyurur, Allahın salamı olsun ona və əhli beytinə. Həsənun və Hüseynun imamani. Həsən və Hüseyn iki imamdır. Qama, ayaq üstə qalsa, yəni qiyam eləsələr, yaxud da ki, avqa'da, yaxud da otursalar. İmam Həsən müəyyən şəraitə uyğun olaraq inqilab eləmədi, ayağa qalxmadı. Amma İmam Hüseyn ayağa qalxdı, inqilab elədi. Fərq etməz, hər ikisi imamdır. Mən əhəbbəhumə əhəbbəni. Kim onları sevsə iksin, məni sevmişdir. Və mən əbəğədəhumə əbəğədəni. Kim onlara düşmən olsa, nifrət etsə, buğz etsə, qəzəb etsə, mənə qarşı etmişdir. Birbaşa onlarla düşmənçilik, kimlə düşmənçilikdir qardaş? Peyğəmbərlə düşmənçilikdir. Allahın salamı olsun Peyğəmbərə və əhli beytinə. Başqa bir maraqlı nöqtə. Bizim etibarlı mənbələrimizdə ziyarətnamələr var. Kərbalaya gedənlər baxa bilər. Varis ziyarətnaməsi və digər ziyarətnaməsi. İmam Hüseynə salam verəndə deyirik, salam olsun Adəm Peyğəmbərin varisinə. Salam olsun Nuh Peyğəmbərin varisinə. Salam olsun İbrahim Peyğəmbərin varisinə. Salam olsun Musa, salam olsun İsa. Özü hamısı deyilir. Adəm siffətillah, Nuh nəbiyyillah, İbrahim xəlilillah, Allahın dostu. Musa kəlimillah və İsa ruhullah. Baxın, Peyğəmbərlərin varisidir. Sonda deyirik, salam olsun bizim Peyğəmbərin adı çəkilir. Həbibillah, Allahın ən sevilen bəndəsinin varisinə. İmam Hüseyn gördüyü iş Kərbalada din, Qur'an, İslam, son dini qorumaqdan ötürü gördüyü iş, çəkdiyi zəhmət, ağır müsibət elə bir işdir ki, bir təfsirə əsasən bütün Adəm Peyğəmbərdən çəkilən zəhmətlər ki, din, İslam üçün gəlmişdi, bizim İslam dininin aradan getməsinə təhlükəyə düşürdü. İmam Hüseyn əleyhissalam bunun qarşısını kəsdi, dini yaşatdı və o bütün Peyğəmbərlərin varisidir. Bu ziyarətnamələrdə birbaşa Peyğəmbər onun əhli beytindən gəlmişdir əleyhissalam. Adəm Peyğəmbərdən bizim Peyğəmbərə qədər Peyğəmbərlərin varisi olan bir şəxs, kimsə birinin varisinə qarşı düşmənçilik eləyirsə, həqiqətdə kimə düşmənçilik etmişdir? Həmin adama. Ata deyir, mən gedirəm, mənim yerimdə kimdir? Varisim, irs sahibim, işimi daşıyan, yükün aparan budur. İmam Hüseyn Peyğəmbərlərin varisidir. İmam Hüseynə qarşı çıxan kimə qarşı çıxmışdır? Peyğəmbərlərə qarşı çıxmışdır. O cümlədən imamlara qarşı, Allahın salamı olsun onlara, o cümlədən də mənəvi cəhətdən İmam Hüseyn haqq, ədalət yolunun şəhidi olduğuna görə kim İmam Hüseynə qarşı çıxırsa, haqq, ədalət məktəbinə qarşı çıxır. Görürsən, xristiyan, qeyri-müsəlman İmam Hüseyn İslamın gördüyü işi tərifləyir, ona gözəl, müsbət qiymət verir. Haqqı deyəni biz müdafiə etməliyik. Ədalət uğrunda, haqq uğrunda, xalq uğrunda, müsəlmanlar üçün canını, körpə balasını verən, namuslu bir yolda əsir getmənə razı olan bir insana təşəkkür etməli. Ona qarşı çıxan həqiqətdə haqqa, ədalətə qarşı çıxmışdır. Allahın salamı olsun onlara.
İndi sonuncu mövzumuz bu barədədir. İmam Hüseyn əleyhissalama qarşı çıxmaq, onunla düşmənçiliyi aparmaq ən böyük günahlardan biridir. Onların aqibəti necə olmuşdur? Mövzu çox geniş mövzudur. Kərbaladan başlasaq, Muxtarın intiqam aldığı o şəxslər ki var, İmam Hüseynə suya görə əziyyət eləyən, İmam Hüseyni təhqir eləyən, İmam Hüseynin cəsədin üstündən at sürən, İmam Hüseynin başını kəsən Şimirdən, ta qoşun başçısı Hərmələdən hamısını götürsək, Allahın lənəti olsun onlara, bütün düşmənlərin hamısının aqibəti çox pis olmuşdur. Amma mən sizə bu günləri bir neçə şəxs haqqında danışacağam. Hətta bizim müasir dövrün İmam Hüseyn düşmənlərinin aqibətindən danışacağım. Amma onlardan danışmamışdan qabaq maraqlı bir nöqtəyə toxunmaq istərdim. Alimlərdən biri belə buyurur. Deyir ki, biz tarixə baxırıq, araşdırırıq, görürük ki, Allaha qarşı çıxan, Allahlıq iddiası edən bəzi şəxslərə Allah daha çox ömür vermişdir. Onlara daha çox fürsət vermişdir. Tez onları yaxalamamışdır, cəzalandırmamışdır. Amma baxırıq tarixə, kim İmam Hüseyn əleyhissalama qarşı çıxıbsa, onlara isə çox az fürsət vermişdir və ağır cəzalandırmışdır. Misal, Firon, Nəmrud. Qur'an-ı Kərimə əsasən onlar ikisi də nə iddiası edirdilər? Allahlıq iddiası edirdilər. Firon baxmayaraq ki, Allahla üz-üzə qalmışdı, Allahlıq iddiası edirdi. Quran da bunu təsdiq eləyir. Firon özü Musa Peyğəmbərdən qabaq hakimiyyətdə idi. Musa Peyğəmbər anadan olanda hakimiyyətdə idi. Musa Peyğəmbər uşaq ikən onun sarayında böyüyüb, bilirsiniz, Quran da bunu təsdiq eləyir, bu qədər bilirik. Sonra Musa Peyğəmbər şəhərdən müəyyən hadisədən, qətl hadisəsindən çıxıb gedib, evlənib, ailəsi ilə qayıdıb, bütün bunların hamısını götürsək, təkcə biri 40 il çəkib. Musa Peyğəmbərin gəlişi. Firon bəzi tarixə əsasən 100 ildən çox yaşayıb. 90 neçə aşağısı yaşayanlar olub. Hakimiyyətinə Allah toxunmayıb. Fürsət verib, müəyyən səbəblərdən, hikmətlərdən. Nəmrud. İbrahim Peyğəmbər anadan olanda Nəmrud hakimiyyətdə olub. Baxın ha. Onu o da atan. Allah Teala Nəmrudu tez cəzalandırmayıb. Hakimiyyət verib. Amma deyir, çox maraqlıdır ki, o alim buyurur. Baxırıq tarixə. Kim İmam Hüseynlə üz-üzə qalırsa, kim İmam Hüseyn əleyhissalama düşmənçilik edirsə, onun hakimiyyəti qısa, aqibəti acı olur. Birinci başlayaq Əbu Süfyanın nəsli olan Əməvilərdən. Yezidin öz hakimiyyəti neçə il oldu? 3 il. Çox acı qətli haqqında eşitmişsiniz. Bədəninin parça-parça, tikə-tikə olmağı bir məşhur hadisə kimi danışırlar. Ovdan qaydanda bildiyiniz kimi atı hürkür, axırda Yezidi bütün meşədə parça-parça bir heyvanın əli ilə, üzr istəyirəm, o qoşuna çatanda bir ayağı qalır. Hakimiyyəti də 3 il. Bu 3 il ərzində də əhl-i sünnə alimləri, bundan qabaq biz burada danışmışıq, özləri etiraf edirlər ki, özü qorxurdu, gizlənirdi. Hər an özünə terror, sui-qəsd İmam Hüseynin intiqamını almaqdan qorxurdu. Bu qədər acı həyat yaşayıb. Bu 3 ildə hakimiyyətdə çox qısa olub, aqibətdə çox pis olub Yezidin. Ondan sonra gələn hakimiyyət, Yeziddən sonra Muaviyyənin nəsli gəlməyib. Süfyanın nəsli gəlməyib. Mərvanın nəsli gəlib hakimiyyətə. Mərvanın da nəsli tez-tez hakimiyyətdə olsalar da tikə-tikə, qısa-qısa olublar. Ümumi bir yerdə götürsək, 80 ilə yaxın. Bir şahın yox, bir padşahın yox. Hamısını yığıb bir yerə, çox qısa-qısa hakimiyyət. Axırda hətta əhl-i sünnə alimi etiraf edir ki, baxın, əhl-i sünnə alimi İbn Əbdürəbbəh etiraf edir ki, Bəni Üməyyə hakimiyyətinin qısa olmağının səbəbi İmam Hüseyn əleyhissalama qarşı çıxmağı idi. Yezidin də öz etirafı var, peşiman olur, axırda güya qətli kimin üstünə atır? İbn Ziyadın üstünə, Übeydullah ibn Ziyadın üstünə. Sonra Mərvan da hakimiyyətdə olanda etiraf edir ki, öz nümayəndəsi Hüccaca məktub yazır ki, sən seyidləri, əhl-i beyti sevənləri, İmam Hüseyin tərəfdarlarını öldürəndə çalış onları bizə nisbət vermə. O qədər ağır onun üçün keçir. Çünki niyə? Onun hakimiyyətinin taxtları, sütunları silkələnir. İkinci, Mütəvəkkil Əbbasi. Əməvilərdən sonra hakimiyyətə gələn Abbasilərin arasında İmam Hüseyn əleyhissalama, əhl-i beytə, Allahın salamı olsun onlara, ən qatı düşmən olan Mütəvəkkil Əbbasidir. Mütəvəkkil Əbbasi Həzrət Əliyə qarşı açıq-aşkar məclisində təhqiramiz ifadeləri işlədirdi. Məclisində olan təlxəyi geyindirib
çox pis formada özünü İmam Əlinin, nauzubillah, Allah bağışlasın bizi, məcburam deməyə, üzr istəyirəm hamınızdan, güya İmam Əlinin roluna girib təlxəli ilə məclisdə olanları güldürürdü. Öz doğma oğlu atasına deyir, bunu eləmə. İndi səbəblər var, niyə Həzrət Əlini sevirdi? Müxtəlif səbəblər var, yaxud da ki, atasına olan, Əmir el-Möminin olan sevgidən yox, başqa səbəbdən. Öz oğlu atasına etiraz edir, çox qısa bir müddətdə cəzalandırır. Həmin bu mütəvəkkil Əbbasi Kərbalanı dağıdan, ziyarətə getməyinə qadağa qoyan, ziyarətə gedənlərə əlini kəsilməyini tətbiq edən, yəni xəlifə hesab olunur. Yəni kim İmam Hüseyn İslamın ziyarətinə getsə, elə qolunu versin ki, insanlar gör bundan çəkinsin. Amma buna baxmayaraq gör ki, insanlar qolunu belə verirlər. Bu barədə biz danışmışıq. Bu tarixi faktlardır. Mütəvəkkil Əbbasi içki içir, kef məclisində, həmin o məclisdəki əhli-beyt təhqir edir, Kərbalanın dağılmağına, ziyarətə getməyinə qadağa qoyur, öz oğlu axşam yatağında doğma oğlu atasının başını kəsir. Hakimiyyətinə son qoyur. Qısa bir müddətdə. Allah lənət eləsin. İran şahı Rıza xan, yavaş-yavaş gələk yaxına. Rıza xan İranda Pəhləvilərin birinci şahıdır. İki dənə şahı var. Rıza xan, Məhəmməd Rıza. İndi xaricdə yaşayanda üçüncüsüdür ki, təlxə bilirsiniz, İranda nə qədər cinayətləri əl atıb. Ki, cəmatı verib qırğına. Açıq-aşkar da Amerikanın və uşaq qatili ilə həmkarlıq eləyir. Rıza xan o qədər əhl-i-beyti düşmən olub ki, İmam Hüseyn məclislərini qadağan eləyib. Qara köynək geyinməyini Rıza xan İran şahı qadağan eləyib. Küçələrdə İmam Hüseyn əzadallarının yürüş etməyini qadağan edib. Əhl-i-beytə mərsiyə oxumağı qadağan edib. Evlərdə gizli məclis təşkili verənlərə cinayət işi açıb. Onları zindana, həbsxanaya atıb. İmam Hüseyn üçün nohə deyən, mərsiyə deyən, təziyə saxlayanları həbsə atıb. Hətta sonda İranda Tasua ki, rəsmi cəmat yığışırdı, tətil edirdi, Aşuranın işləmirdi. O Aşuranın, Tasuanın tətilini qadağan eləyib, iş günü təyin eləyib, hələ azmış kimi axırıncı il hakimiyyətdə olanda görün nə qədər İmam Hüseynə düşmən olub. Axırıncı hakimiyyətdə olduğu il ki var, onunla da danışacağım aqibətin olub. Neynəsə yaxşıdır? Tasua və Aşuranı karnaval keçirdib, bayrama çevirib. Cəmaatı bayram əhval-ruhiyyəsina dəvət edib. Həmin o İngilislər ki, onu hakimiyyətə gətirmişdilər, İngilislər ona qəzəb eləyir. Öz ağaları, zalıma xidmət eləyən bir gün zalımın özəli ilə vurular. İngilislər onu gəlməmiş, İranda həbs etməmiş, qorxusundan, İmam Hüseyn də adətən düşmənləri baxın, qorxaq və çox alçaq adamlarlar, üzr istəyirəm. Tez özü istefa verib. İngilislər bundan razılaşmayıblar. Onu həbs eləyiblər. İranda Kerman şəhərinə, baxın, diqqətlə qulaq asın, görün bunun başına nə oynatıblar. Kerman şəhərinə sürgün eləyiblər. Sürgündə xəstəlik tapıb. Orada müalicə olunmağa qoymayıblar. Oradan təzdən onu sürgün eləyiblər Hindistana, Mumbai şəhərinə. Orada gəmidən düşməyə qoymayıblar Mumbai şəhərində. Neçə gün onu gəmidə saxlayıblar. Oradan təzdən onu sürgün eləyiblər Birmaya, Myanmara. Orada təzdən bir müddət qalandan sonra onu Cənubi Afrika Respublikası, Afrikada olan Car, Mavriki adasına bir ada dövlətidir. Ora sürgün eləyiblər. Bir neçə gün o orada qalıb, çox pis havası və suyu olan bir şəhərdir. Orada qalandan sonra Cənubi Afrika Respublikasının Durban şəhərinə sürgün olunub. Orada bir müddət qalandan sonra Johannesburg şəhərinə, o da Cənubi Afrika Respublikasının bir şəhəridir, ora sürgün olunub. Orada ev, villa qoymayıblar, mehmanxanada saxlayıblar. Sonda bir gündə ürək tutmasından özü yerə yıxılır, kömək eləyən də olmur o vaxtı, üzü, əli, hamısı əzilir, sonra dünyasını dəyişir, qürbətdə zəlilcəsinə cəhənnəmə gedir. Allah lənətləsin. Hüseyn Kamil, Saddam Hüseynin özünün damadı, qızının əri. İraqda Şabaniyə adında bir intifaza baş verir, etiraz aksiyası. Saddam Hüseyn onları çox qəddarcasına yatızdırır. Öz yeznəsi Kamil Hüseynə əmr verir. Gedirsən Kərbalaya, bütün insanları hamısını tankla girirsən. Polis qaldı qırağa, tank girməlidir. Hamısını öldürün. Lazım gəlsə imamın hərəminə də daxil ol, bu işi gör. Təkəbbürcəsinə yeznəsi Hüseyn Kamil daxil olur İmam Hüseynin hərəminə. İmam Hüseynin hərəminə üzün tutub rəzəz oxuyur. Sən də Hüseynsən,
əleyhissalam ini mən deyirəm. Mən də Hüseynəm. Görüm kim bazaracaq, kim qalib gələcək. Bu düşmənçilik eləyir. Kərbalada indi də ziyarətə gedənlər baxa bilər. İmam Hüseyn əslamın hərəminə yaxınlaşanda orada mərmər daşlara baxın. Güllə izləri var, güllə. Kalaşnikovun. İmam Hüseynin hərəminə sığınan insanlara belə rəhm etmir. Oranı qan gölünə çevirir. Kamil Hüseyn güya dırnaqarası qələbə ilə qayıdır. Kərbalada etirazı yatızdırır. Bir müddətdən sonra Səddamla arası dəyir. Səddam ona qəzəb edir. İordaniyaya qaçır. İordaniyada Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi CIA ona güya sənə siyasi sığınacaq verəcəyəm adı ilə onu ələ alır. Ondan İraq hakimiyyəti Səddamla bağlı məxfi məlumatlar hamısını qopardır. Sonda ona heç bir siyasi sığınacaq vermir. Bir müddət sonra İordaniya hakimiyyəti onu tez ölkəni tərk etməyə əmr eləyir. Başqa yol qalmır. Heç bir ölkə onu qəbul etmir. Müraciət yenə Səddama. Məni bağışla. Səddam deyir, bağışlayıram. Səddam onu geriyə qaytarır. Öz qızını ondan ayırır. Sonra ata və qardaşlarını saraya çağırır. Deyir, gedirsiniz. Öz əlinizlə, öz oğlunuzu, qardaşınızı öldürürsünüz. Öz atası və qardaşına onun öz və kiçik oğlunu qətliam elətdirirlər. Cənazəsini Bağdadın küçələrində atırlar. Keçənlərə üzr istəyirəm, ağzı suyunu atmağa əmr eləyirlər. Sonda həmin ata, qardaşın da Səddamın prezident qvardiyası gülləbaran edir. Səddamın öz aqibəti. Daha filmlər və şəkillər göz qabağındadır. Səddam İmam Hüseynə qarşı çox cinayətkarlıq işləri görüb. Alimlərə qarşı, Nəcəf şəhərinə qarşı, Kərbalaya qarşı, İraq xalqına qarşı, Şiəçiliyə qarşı, Əhl-i Beytə qarşı, İmam Hüseyn məclislərinə qarşı nə qədər cinayətlər eləyib, öldürdüyü insanların sayı çoxdur. Səddam Hüseyn Amerikanın əli ilə İrana qarşı neçə il müharibə aparıb. Milyonlarla insan qətlə yetirib. Küveytə girib. Etdiyi cinayətləri Amerikanın əli ilə onun yaxın, belə deyək, yaxınlarından biri kimi maşa olaraq yerinə yetirib. Amerikanın maşası axırda Amerikanın qəzəbinə düçar olur. Amerika atom silahı bəhanəsi ilə İraqa hücum eləyir. Səddam Hüseyn özü və ordusu ona fədailər heç kəs kişi kimi vuruşmur. Xalq da Səddama kömək etmir. Səddam Hüseyn Nəcəf şəhərində olan müştəhidlərə, xüsusən Ayətullah Sistaniyə və yaxın insanlar ki var, alimlərə adam göndərir. Onlarla razılaşmaq istəyir, xalqı cihada səsləsinlər. Heç kəs ona dəstək vermir, o qədər cinayət eləyir. Sonda Amerikanın hücumlarından qaçır, gizlənir. 2 oğlu öldürülür, ailəsi qaçır. Özü orada burada gizlənir. 200 gündən artıq gizlənəndən sonra Amerika başına 25 milyon dollar pul qoyur. Ən yaxınları, ən əzizləri onu satır. Və yerini tapanda gizdin, kanalizasiyada deyək, yaxud da ki, quyuda deyək ki, bir nəfərlik, ki, orada deyək, bir nəfər orada ancaq dura bilər, yata bilər. Çox çirkin bir şəraitdə. Görmürsünüz, saqqalı ya da hamısı vidfasonu və özü də namərdcəsinə təslim olub. Çünki yanında, deyir, onu tutanda 700 min dollar pul, daha da artıq Kalaşnikov və bir əl tapancası olub. Amma əksinə orada deyirdi ki, ataş açmayın, ataş açmayın. Mən Səddam Hüseyn İraq Respublikasının, Ərəb Respublikasının prezidentiyəm. Amerikan əsgərləri ondan üzr istəyirəm ifadəmə görə məzələnir və ona deyirlər ki, Bushdan da sənə salam var. Amerikan prezidentində də sənə salam var. Onu təhqir eləyirlər, ona şillə vururlar, onun saçını qalxızırlar, kanalizasiyadan bomojlar kimi çıxardıb, əsir alıb aparırlar. Sonda məhkəmə qururlar. Məhkəməsində bütün faktları ortaya qoyulur İraq hakimiyyət tərəfindən. Sonda Amerikanlara edam hökmü alandan sonra Amerikanın generalıyla görüşmək istəyir. Nə demək istəyirsə yaxşıdır. Görün nə qədər bir insan cinayətkardır. Deyir, mənə yenə fürsət verin. Mənə hakimiyyətə gəlin. Yenə də sizin dediklərinizin hamısını İrana qarşı, bu dindarlara qarşı, bu Hüseynçilərə qarşı, bu xalqa qarşı nə dediniz planlarda yer almağa razıyam. Amma daha üçü Səddam yanıb. Səddamın yerinə yeni kartlar var, yeni Səddamlar var. Səddam edam dar ağacına təhvil verilir. Aqibəti belə qurtarır. İmam Hüseyn İslam'a düşmənçilik eləyənlərin aqibəti budur. Deməyimiz, mövzumuz İmam Hüseyn İslam'a qarşı düşmənçilik, Əhl-i Beytə düşmənçiliyi ən böyük günahlardandır və tarix, təcrübə bunu göstərib. Kim İmam Hüseyn əleyhissalama qarşı çıxıbsa, çox ona pis aqibət və acı nəticə gözləyib. Təcrübə bunu göstərir. Bu barədə çoxlu əlimizdə faktlar var. Mən istədim ki, bunu əvvəl Quranla və Əhl-i Beyt kəlamlarla sizlərə təqdim edeyim və tarixi nümunələri diqqətinizə çatdırdım. Həm Əməvilər, həm Abbasilər, həm də zamanəmizin
Yezidlərini görün. Heç kəs İmam Hüseynə qarşı çıxanların aqibəti, sonluğu yaxşı olmamışdır. Allah Teala bizləri İmam Hüseyn İslamı sevənlərdən və aqibəti xeyr olanlardan qərar versin.